7-nin iki tərəfi var. Bir tərəfdə yüksək seksual illüziyalar var. Aa, Digər tərəfdə mənəviyyat var. Beynin içində savaş gedir. Özünü müqəddəs hesab eləyir, amma burada fikirlər də var. Düz gəlmir. hansı reallıqdır? Hansı, hə, neyniyim? Bunu bastırır, əziyyət çəkməyə başlayır. Bu qaldıranda bu tərəfdən mənəviyyata görə özünü günahlandırır, yenə əziyyət çəkir. Aa, Bu sabahları insanda dediyim bəzi bir psixoloji problemlər yaradır. amma həqiqətən çox maraqlıdır. Mən 7-lərin çoxunu tanıyıram. Yəni həqiqətən maraqlı tərəfləri var. Yəni işləmək olar onlarla. Yəni 7 nədə bacarıqlıdır? Bax, hər şeyi sürətli şəkildə reallaşdırmağı bacarır. Ha, 7 bəli, axı bəli. bunda bacarıqlıdır. Amma 7-nin subyektiv reallıqda mənəviyyat tələbi var. Mənəviyyatsızdır deyir adamlar. Ha, o deyə bilər. Hə, deyir. Hə, belə Qınamadır. olanda, hə. Doğru mu? Mənəviyyatsızdır deyir. 7 bacarıqlıdır bir şeyi perfeksionlu şəkildə, ideal şəkildə həll eləməyə. 7 krizis menecerdir. Başı çıxmasın, maşını açsın belə boşluğu göstərəcək sənə hardadır.